Bu yaxınlarda bir yaşlı qadının cənazəsində idik, dəfn mərasimində idik. Demək, meyidi qəbrə salanda orada ağsaqqal dedi ki, insanlara məhrəmləri yaxınlaşsın. Məhrəmləri yaxınlaşsın, meyidi qəbrə indirmək. Və ondan sonra dedilər ki, üstünə gətirin, parça tutun. Və sonra cənazənin üzərinə parça tutular ki, görsənməsin. Bunlar əslində şəriətdən olan şeylərdir. Sadəcə insanlar bunu dirikən tətbiq eləməkləri daha vacib olduğu halda ölüykən tətbiq edirlər. Və şəriətimiz qadını kişidən daha artıq parçaya bükməyə əmr eləyir. Bəli, meyidi cənazəni qəbrə qadının yaxınları, məhrəmləri indirməlidir. Üstünə bəzən parça tuturlar ki, görsənib eləməsin, birindən açılar, görsənər eləyər. Bu ölü və yaşlı qadındır. Əgər biz ölü və yaşlı qadını belə qoruyuruqsa ki, onun bədəni görsənməsin, ona naməhrəmlər toxunmasın, bəs yaxşı diri ikən, cavan ikən, bəzəkli bir formada bunu niyə görə cəmiyyətdə belə gəzməyinə icazə veririk ki? Əgər biz qadınımızı qısqanırıqsa, ölü vaxtı, yaşlı vaxtı, bunu cavan ikən niyə qısqanmırıq ki? Bəs Allah Teala hicabı ona görə əmr eləyib də, qadınlar qorunsun, məhrəmlərinə aid olsun yalnız. Və doğrudan da halımız qəribədir. Ölü üçün tətbiq edirik, diri üçün elə bilir. Necə ki, başqa həkamlarda olduğu kimi.